Özdə bu gecədə Əlinin qılıncdan vurulduğu gecə gəldi məsum uşaq kimi Peyğəmbərə dedi, ya Rəsulallah, dua elə də Allah məni bağışlasın. Ya Əmirəl-Möminin. Peyğəmbər əlini duaya qaldırdı. Allahümmə bihaqqi Ali, iğfirli Ali. İlahi, and verirəm səni Əlinin haqqına, Əlini bağışla. Dedi, ya Rəsulallah, bu necə dua oldu? Dedi, yerə göyə baxdım, səndən əziz bəndə tapmadım, Allah ona and verim. Odur ki, özvə and verdim. İndi ölüm yatağındadır, şəhadət yatağındadır, elə bu saatlarda. Hərdən gözün açır, gəzdirir, o yan bu yana nəsə deyir. Birdən gözün açdı, dedi, hamı başımın üstündədir, bəs əvvəlfəz gözümə dəymir. O da özünü nökər bilir, deyirdi, mən kim gedim diyanım Fatimənin balalarının yanında. Mən hara, onlar hara. Nə olsun, Əli atamdır. Onlar Fatimənin oğludur, uşaqlarıdır. Dedilər, ya Əmirəl-Möminin, qonşu otaqdadır, dedi, çağırın onu. Həzrət Zeynəb getdi, gördü, başını qoyub divara yana-yana ağlayır, dedi, atam səni çağırır. Əlindən tutdu, gətirdi atasının başının üstünə. Yazırlar Əbəlfəz ağa ilə İmam Hüseynin, özüm adını çəkirəm, Babul Həvaizdə ona görə. Əllərini qoşalaşdırdı, dedi, Əbəlfəz, qardaşım bir çətin gün olacaq, yaman gün olacaq, o gün yanında ol. Ondan sonra deyir, heç zaman yanından əl çəkmirdi. Gözün açır, görürlər nəsə deyir, can verə-verə. Baxırlar, görürlər, deyir, Allah, Allah fil Qur'an, Qur'anı sizə tapşırıram. Təzdən özündən gedir, özünə gəlir, Allah, Allah fissalah, namazı sizə tapşırıram. Allah, Allah fi beyti Rabbikum, Kəbəni, həcci sizə tapşırıram. Birdən səsi gedir, yenə gəldi, Allah, Allah fil əytam, yetimləri sizə tapşırıram. Nə badə yetimləri tənha qoyasınız. Yetimlərə deyirdi ki, nə qədər mən varam deməyin biz yetimi. Soruşsalar, atağız kimdir, düyün Əlidir bizim atamız. Deməyin biz yetimi, bizim atamız yoxdur. İndi özü dünyadan köçür oğullarına deyir ki, yetimləri sizə tapşırıram. Birdən deyir, səsi getdi, gördülər, gözün açdı, baxdı, dedi, əməl eləyənlər bu məqam üçün əməl eləsinlər. Ondan sonra dedi, salam olsun sizə, ey Allahın mələkləri, salam olsun sizə, ey Allahın peyğəmbərləri, salam olsun sənə, ya Rəsulallah. Həzrət Fatiməyə salam verdi. Ondan sonra gördülər, pak ruhu bədənini tərk elədi, evdən ağlamaq səsi ucaldı. Amma gecə qaranlığında aparır İmam Həsən əleyhissalam. Neçə nəfərlə aparır, onu dəfn eləyir, qayıdır, gəlir.